Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır. Prezidentin dediyi orta güc nə deməkdir? Azərbaycan bu meyarlara uyğun gəlirmi? BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa qlobal iqtisadi, siyasi və hərbi dominantlıqlarına görə böyük güc hesab olunurlar. Dünya İqtisadi Forumunun hesabatına görə onlardan bir pillə aşağıda yerləşən orta güclər isə qlobal siyasətə geniş diplomatik, iqtisadi və hərbi təsir göstərirlər. Avstraliya, Kanada, Cənubi Koreya, Argentina, Braziliya, İndoneziya, Türkiyə kimi dövlətlər buna misal ola bilər. Lakin orta güc, middle power anlayışının hamı tərəfindən qəbul edilmiş vahid bir meyarı yoxdur. Dünya İqtisadi Forumu bu statusu konkret rəqəmlərlə deyil, ölkələrin qlobal arenadakı diplomatik, iqtisadi və hərbi çəkisi, həmçinin çoxtərəfli münasibətlərə təsir imkanları ilə xarakterizə eləyir. Məsələn, qonşu Türkiyəni orta güc edən amil NATO üzvü olmaqla yanaşı Rusiya və Çin kimi BRICS ölkələri ilə müstəqil iqtisadi enerji əlaqələri qura bilməsidir. Digər tərəfdən Ankara, Ukrayna və Qəzza böhranlarında fərqli diplomatik mövqe nümayiş etdirərək regional təsirini qorumağa çalışır. Hakimiyyət nümayəndələri bildirirlər ki, Azərbaycanın bir tərəfdən böyük valyuta ehtiyatlarına malik olması, digər tərəfdən Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa ilə icra etdiyi nəqliyyat, enerji və kommunikasiya layihələri, həmçinin Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq formatlarda aktiv fəaliyyəti ölkəni orta güc dövlətinə çevirir. Sülh Şurasında təmsilçilik və Vaşinqtonda keçirilən ilk iclasda Azərbaycan prezidentinin iştirak etməsi ölkəmizin orta güc dövləti olaraq bütövlükdə yeni düzen kontekstində regional təhlükəsizlik xüsusi töhfə verməsindən xəbər verir. Dünya Bankının rəsmi hesabatlarına görə Azərbaycan iqtisadiyyatının ümumi dəyəri 74,2 milyard dollar olmaqla yanaşı yuxarı orta gəlirli ölkələr arasındadır. Qafqazda birinci, Rusiya, Türkiyə, İran kimi qonşulardan isə xeyli geridədir. Üçüncü Respublika platformasının qurucu heyət üzvü Araz Əliyev hesab eləyir ki, Azərbaycan orta güc olmaq potensialına malik olsa da, onu hələlik bu statusa aid etmək tezdir. Çünki bu orta güc olmağın gətirdiyi bəzi öhdəliklər var, məsuliyyətlər var və bunun ilk yerində iqtisadi potensial və iqtisadi güc olmaq deməkdir və iqtisadi güc olmaq Azərbaycanı Ermənistan və Gürcüstanla müqayisə eləməkdən keçmir. Orta güc olmaq Azərbaycanı İranla müqayisə eləməkdən keçir, Türkiyə ilə müqayisə eləməkdən, yeri gələndə Yaponiya, Almaniya kimi ölkələrini müqayisə eləməkdən keçir. Hansısa sülh yaratma missiyasına, hansısa krizlərin həllinə xitab edərək biz belə deyək də orta güclük demək biraz işi bir qədər şişirtmə olar mənim fikrimcə, daha real səslənməz. Araz Əliyevin qənaətinə görə Azərbaycan beynəlxalq münasibətlər sistemində kiçik dövlət statusundan orta güc statusuna keçid mərhələsində olan ölkələr sırasındadır. Qlobal güc indeksində Azərbaycan hərbi gücünə görə 145 ölkə içərisində 60-cı yerdədir. Cənubi Qafqazda birincidir, amma orta güc dövləti kimi qəbul edilən Türkiyədən geridədir.